Salam Zemfira xanım, xoş gəlmisiniz. Sizi bugünkü layihəmizdə görməyə çox şadıq. Zemfira xanım, mən bilirəm ki, siz Bakılısınız, Bakı mühitində böyümüsünüz və Bakılılar kifayət qədər sərt, mühafizəkar olurlar bəzən. Amma buna baxmayaraq, urbanistik bölgədən incəsənət sahəsində insanlar həddindən artıq çoxdur. Siz onlardan birisiniz. Mənə maraqlıdır, sizi bu sahəyə, teatr, kino sahəsinə öz arzu istəkləriniz gətirdi, o sərtliyə rəğmən, yoxsa nənənizin nağılları? Sizi salamlayıram, təşəkkür edirəm bu layihədə məni də gördüyünüz üçün, dəvətiniz üçün. Samir xanım, deməli, bu müsahibədən öncə bir dəfə də bizim müsahibəmiz olub, yadınızdadırsa. Bəli. Təşəkkür edirəm. Sərtliyimə rəğmən içimdə bir mülayimlik də var. O da məni tərbiyə eləyən insanlardan irəli gəlir. Siz demişkən, nənəmlə, anamla, qohum qardaşlarımla və yəqin ki, bir gilavar külək əsir başımızın üzərində. O bizi o sərtlikdən mühafizə eləyir, qoruyur və elə incəsənətə gəlməyimin də əsas səbəbkarı, elə dediyim kimi, həm təbiət olub, həm də ətrafımdakı insanlar olub. Yolunuz Şəki teatrından başlayıb, mən bilirəm və səhv eləmirəmsə, 21-22 yaşlarında artıq Julietta rolunu oynamısınız və belə deyək də, yolunuzun başlanğıcı əslində çox uğurlu başlayıbdır. Amma indi geriyə boylanıb baxanda, bu günlərə baxanda, bu yolun hansı tərəfindəsiniz, hansı səmtində özünüzü hiss edirsiniz? Desəm ki, yolun sonuna çatmağa artıq az qalıb. Bədbinlik hesab eləyək bunu, yoxsa? Yox. Normal qəbul eləyək? Yox, normal qəbul eləyirəm. Mənim teatr həyatım çox maraqlı olub. Yaradıcılıq həyatım çox maraqlı olub. Geriyə baxanda, gəncliyimə baxanda fəxr edəcəyim məqamlar çoxdur. Gözəl rejissorla işləmişəm, rejissorlarla işləmişəm teatrda. Gözəl tərəf müqabillərim olub. Siz demişkən, o yaşda Romeo Julietta obrazını oynamaq hər adama qismət olmurdu, hər qıza qismət olmurdu. Bu mənim, bilmirəm, alın yazım idi, ya tali idi, ya da ki, rejissor məndə görmüşdü onu. Bəli. O vaxt gür saçlarım var idi. Ağbənizli bir qız idim. Yəqin ki, Hüseyna müəllim ilk öncə, çünki o məni hələ yaxşı tanımırdı, hələ rollar oynamamışdım, təzə gəlmişdim Şəki teatrına. Yəqin ki, o simaya görə, görünüşə görə mənə o rolu həvalə elədi və mənə elə gəlir ki, Hüseyna müəllimin əziyyəti ilə bu rol alındı. İnşallah ki, bəli, o vaxtı o tamaşanı biz Şəki teatrında oynadıq. Sonra Hüseyna müəllimin çox gözəl dostları var idi. Moskvadan gəlmişdilər, kino teatr tənqidçiləri baxdılar və tamaşanı Şekspir festivalına dəvət etdilər Moskvada. Sonra İrəvanda Şekspir festivalı keçirilirdi. Orada getmişik. O tamaşalarla çıxış eləmişik və çox da gözəl nəticələr əldə eləmişik. O vaxt Şəki teatrı həqiqətən Sovet postməkanında açıq idi, dünyaya açıq idi. O vaxt Kubaya gedirdilər, o vaxt Kazana getmişdik. Bəli, Kazana mən də getmişəm tamaşalarımızla. Yəni o vaxt üçün, o dövr üçün böyük hadisə idi bu. O dövr üçün həqiqətən böyük hadisə idi. Şəki kimi əyalət düşünəndə ki, əyalət teatrda, amma mən elə heç vaxt düşünməmişəm, elə indinin özündə də elə düşünmürəm. Şəki teatrı həqiqətən böyük uğurlar qazandı. Həqiqətən o uğurların hesabına indi teatr ayaqdadır. Çünki təməl var idi. Burada biraz da belə deyək də, Hüseyn ağa müəllimin rolu çox böyük idi. Hüseyn ağa müəllimin rolu böyük idi, bəli. O zaman Vaqif Abbasovla bərabər o teatrın təməli qoyuldu. Biz də Vaqif Abbasovu 3-cü kursda gördük. O bizim 3-cü kursda
tamaşa rejissorumuz idi. Onunla bir tamaşa hazırladıq və Şəkiyə də sevgi, məhəbbət, Şəki haqqında, Şəki teatrı haqqında daha doğrusu. Şəkinin özü də yaradıcı atmosferi olan bir yerdir. Orada daim ora getmək istəyirsən, çəkir insanı. Bəli, deməli Vaqif müəllimlə işləyəndən sonra biz artıq Şəki teatrı haqqında müəyyən bir təsəvvür yarandı bizdə və biz getdik ora. Yanılmadım. Və orada bəlkə də başqa olsaydı, başqa cür olsaydı, bəlkə də teatrda olmazdım, bəlkə bilmirəm. Şəki məni bərkitdi. Teatra sevgimi böyütdü bir daha. Zemfira xanım, siz bax Hüseyn ağa müəllimlə bəhs etdiniz. Biz keçən dəfə Qurban müəllimlə söhbət eləyəndə o da onunla da müəyyən belə biraz həzin, biraz nikbin notlar üzərində danışanda o da Hüseyn ağa müəllimi çox böyük belə hörmətlə, biraz belə kədərlə xatırladı. Və kifayətdir, o Hüseyn ağa müəllimin o məktəbindən olan aktyorlar kifayətdir. Ayşat müəllimdir, sizsiniz, çoxdular yəni. Yəni biz indi sizinlə danışanda da siz o məktəbin adını çəkdiniz. Mənə maraqlıdır, sizi ümumiyyətlə Hüseyn ağa Atakişiyev məktəbinin təmsilçisi hesab edə bilərik də. Əgər elə görünürsə, niyə də olmasın? Çünki həqiqətən böyük məktəb idi Hüseyn ağa müəllimin. Teatr məktəbi, rejissorluq məktəbi, aktyor yetişdirmək məktəbi. Əslində Hüseyn ağa Atakişiyev tamaşanı hazırlayırdı. Orada ən zəif aktyor belə görünürdü. Və aktyorun işi nədən ibarətdir? Orada görünürdü. Və Hüseyn ağa müəllim böyüklüyü onda idi. O sirri bizə vermirdi. Sadəcə ən birinci onun gözəl addımlarından biri o idi ki, etdiyi işlərdən biri o idi ki, həm özünə fayda, həm mənə faydalı, digər aktyora faydalı, o aktyoru düz seçirdi. Xarakteri, bayaq dediyim kimi Romeo and Juliet'ə görüntü və o bəlkə də inanırdı ki, o alınacaq və alındı da. Yəni hiss etmə qabiliyyəti güclü idi, insanı duyurdu, xarakterini görürdü. Çünki həm də psixoloq idi, həm böyük rejissor idi, yəqin fəhm idi, o bir vergi idi ona verilmişdi və bu da bütün tamaşalarında bütövlük yaradırdı. Həm rejissor tamaşası kimi, həm aktyor işi kimi, həm rəssam, həm musiqi bir ansambl yarada bilirdi Hüseyn ağa müəllim. Buna hər rejissor bu qabiliyyəti göstərə bilmir. Amma mənə elə gəlir ki, Hüseyn ağa müəllim tam teatr göstərirdi. Ansambl yarada bilirdi. Zemfira xanım, siz özünüz də kifayət qədər artıq təcrübəniz var. İllərdir bu sahədəsiniz. Həm kino, həm teatr, həm serial. Yəni fəaliyyət göstərirsiniz də, pedaqoji fəaliyyətiniz var, mən bilirəm ki. Sizcə, yəni sizin indi özünüzün daxilinizin, təcrübələrinizin sizə diktə elədiyinə görə sizcə nədəydi ümumiyyətlə? Bax, çox qısa bir ömür yaşadı Hüseyn ağa müəllim və biraz da keçmə-keçili ömür oldu. Bax, nədəydi onun sirri ki, bugün də o illərdir rəhmətə gedibdi, amma bugün də onun adı çox böyük həm sənət baxımından, həm insanlıq baxımından çox böyük ehtiramla anılır, yad olunur. Nə idi onun sirri ki, bəlkə qulaq asanlar, dinləyənlər, başqa sənət adamları da elə olmağa can atsınlar? İlk növbədə susqunluğu, özünə inamı, özünə güvəni. İnsan əgər özünə güvənirsə, deməli, bildikləri nəsə var. Dərin bildikləri nəsə var və Hüseyn ağa müəllim elə şəxsiyyətlərdən idi, elə insanlardan idi. O neynədiyini çox gözəl bilirdi. Bunu heç kəsə fahiş eləmirdi, bunu heç kəsə göstərmirdi. Yalnız işində bildirirdi. Və bu həqiqətən bir sehr idi yəqin ki. Teatrın sehri də bundadır. Teatr ümumiyyətlə sehirli yerdir. Orada gərək təəccübləndirməyə bacarasan. Təəccübləndirmək ustalığı Hüseyn ağa müəllimdə çox böyük idi. O bunu çox gözəl bacarırdı. Və bir şey də var Hüseyn ağa müəllimdə. Sevgi. Əsas məsələ. Bəli, əsas məsələ. Sevgidən qaynaqlanır, mənə elə gəlir hər şey. İnsanlara münasibət, teatra münasibət, o sevgi
çox gözəl bir iş ortaya çıxartmaqda hər bir insana kömək edir. Yəqin ki, ona tapınmışdı, ona arxalanmışdı. Başqa nə deyə bilərəm ki, ürəyi böyük idi. O susqun, sakit, təbiətən deyirəm. Ürəyi çox geniş idi və o sevgini, hər bir insana olan sevgisini. Mənim yadımdadır, Hüseyna müəllim aktyor evində işləyirdik o vaxtı. Çox soyuq, çox sərt günlərimiz olub, sərt qış aylarında yadımdadır. Tamaşaçılar üst geyimləri ilə, papağı ilə otururdular və tamaşa bitəndən sonra, baxmayaraq ki, 3 saat ya 2 saat yarım oturub tamaşaya baxıblar və 10 dəqiqə, 15 dəqiqə bundan sonra hələ tamaşanı alqışlayırdılar və bu Hüseyna müəllimin qələbəsi idi. O bundan qürrələnirdi, o bundan fəxr eləyirdi. Qəribə bir üzündə qımışmaq var idi, belə gülürdü. O məmnun idi bu hadisələrdən, bu teatr bayramından. Bir də ki, mənim yadımdadır, uşaqlar üçün tamaşa oynayırdıq qışda. Qış fəslində. Uşaqlar tətilə buraxılmışdı və mən də uşaqlarımızı gətirmişdim ora. Anam da gəlmişdi. Koridorda dayanmışdı Hüseyna müəllim, əlləri arxasında belə bir məğrur görüntüsü var idi. Anamı görən kim, buyurun, buyurun xanım, buyurun keçin, siz də gəlin əyləşin. Düzdür, biraz soyuqdur, amma İstərsiniz əyləşin, baxın. Yəni ona da diqqət ayırdı, onu da gördü. Yəni elə insan idi. Mənim yadımda elə qaldı Hüseyna müəllim. Böyük insan, böyük rejissor, böyük şəxsiyyət kimi. Siz, mən bildiyimə görə, bir müddət Türkiyədə yaşamısınız və ümumiyyətlə pedaqoji fəaliyyətinizlə bağlı, sonra çəkilişlərlə bağlı, serial çəkilişlərlə bağlı bir müddət teatrdan uzaq qalmısınız. Yəni teatr fəaliyyətiniz biraz kənarda qaldı. Amma sonra yenidən teatra döndünüz. Bu teatrda başladınız. Ümumiyyətlə mənim üçün maraqlıdır. Məsələn, elə aktyorlar var ki, kino ilə, serialla və yaxud bəzən tutaq ki, hansısa layihələrlə, verilişlərlə kifayətlənirlər. Yəni müəyyən bir vaxt olur ki, əvvəl aktyor, ümumiyyətlə insan imzaya işləyir, sonra imza həmin insana işləyir. Yəni imzanı qazanandan sonra bəzən soyuyurlar, çəkilir. Amma mənə maraqlıdır ki, siz teatra dönməyə bilərdiniz. Bilirsiniz, o fasilə məsələsinə bir aydınlıq gətirmək istəyirəm. Hər bir aktrisa, hər bir aktyor ola bilər ki, hansısa bir müddətdə teatrdan uzaqlaşsın və yenidən teatra qayıda bilir. Yəni bu analıq məzuniyyətinə gedənlər də olur. Olur ki, 3 il, 4 il, 5 il biraz teatrdan uzaqlaşır, sonra elə bir mərhələ məndə də oldu və İncəsənət Gimnaziyasında işlədiyim müddətdə mən itirilmiş illərimi, itirilmiş il saymıram, illər saymıram. Çünki incəsənətlə təmasdır, uşaqlarla işdir, maraqlı iş idi, səhnə danışığı, aktyor sənəti, rejissor sənəti, onları səhnəyə hazırlaşdırmaq, onları bu sənətə bağlamaq, məhəbbət artırmaq, stimul vermək. Vacib deyil ki, onlar hansısa bir bu sənətin arxasınca geçsinlər. O sənətin içində olsunlar, hiss eləsinlər, duysunlar, mərhəmətli olsunlar. Bu hissləri aşılamaq özü də bir böyük bir missiyadır. Və bu missiyanı orada yerinə yetirdim. Amma sonra teatr xəstəsi olduğum üçün və teatra qayıtdım və bundan çox məmnunam və hesab etmirəm. Hətta mənə bir neçə dəfə müraciət edənlər oldu, belə öz fikirlərini deyənlər oldu ki, səndəki o fasilə səni korlamadı, əksinə. Daha çox bağladı, daha çox təcrübələr topladım, daha çox teatrı sevdim, teatra bağlandım. O mənim zərərimə olmadı. Əksinə xeyrimə oldu. Və Zemfira xanım, mən sizinlə bağlı o vaxtı çoxdan da, yəni biz sizinlə burada müsahibə eləyəndə, onda da, indi də, misal üçün, mən sizə belə xarakterizə edirəm ki, siz gəncliyinizə baxmayaraq çox dəyişdiniz. Belə
mən demirəm siz gənclikdə sönük olmusunuz, amma o vaxt arıq, belə bir qəribə bir formanız vardı. Sonra qəfildən həm zahirən belə aktrisa tələblərinə cavab verən bir faktora özü, bir obrazınız formalaşdı sizin və bunu siz etmədiniz. Bu sanki elə bir yaşla, təcrübə ilə gəldi. Yəni bunu mütləq vurğulamaq istəyirdim sizin barənizdə və yeri gəlmişkən ətrafda da bu fikirlər olub həmişə. Yəni həmişə mən sizin haqqınızda o sözü eşitmişəm, həmişə güclü aktrisadır sözünü eşitmişəm həqiqətən də. Yəni istədim ki, bunu da sizə çatdırım özümün ürək sözlərim kimi. Zemra xanım, sizin həm də bir obraz, hər bir aktyorun, misal üçün, adətən kişi aktyorlarımız Hamleti oynamaq istəyirlər, nə bilim, Dezdemonanı, daha çox Şekspirin əsərlərini. Amma sizin də bir arzunuz olub ki, Janna Dark'ı ifa edəsiniz. İndi ömür gedir. Bəs arzular necə? O qaldı keçmişdə, çünki artıq yaş o deyil, zaman o deyil. Mənim üçün zaman o deyil, əlbəttə ki. İndi artıq bir neçə ildir, bir neçə müddətdir ki, Bertolt Brechtin Mamaşa, Kuraj və Uşaqları əsərini oxumuşam, çoxdan oxumuşam. Yəni ki, tamaşalarına da baxmışam. Moskva teatrın kollektivində də ifasında baxmışam bu tamaşa. Çox sevdiyim işdir. Ananın oradakı missiyası çox genişdir, çox böyük. Müharibə mövzusu ümumiyyətlə ağrılı mövzudur, həssas mövzudur. Yəni ki, bu məndən də keçir, hamıdan keçdiyi kimi. Yəni bu mövzuda iş var, böyük bir rəng var, böyük bir kolorit var, böyük Mamaş Kurajın o rolü, obrazdan danışanda belə düşünürəm. Yəni ki, o maraqlıdır mənim üçün. Artıq hansısa bir həyat təcrübələrim, siz demişkən, aktyor təcrübələrim mənə imkan verir ki, mən bu barədə düşünüm. İstərdim və mənə elə gəlir ki, alınacaq. Artıq hansısa bir söhbətlər gedir. Nə gözəl. Yəni ona görə deyirəm ki, arzular davam eləyir də. Əlbəttə. Hələ də. Siz həm də aktyorumuz, bizim sevimli aktyorumuz Ədalət müəllimlə, Ədalət Əbdülsəmədlə yəni bir həyatı paylaşırsınız, belə deyək də, sizin həyat yoldaşınızdır və sizi səhv etmirəmsə teatr birləşdiribdir elə yenə də teatrda tanış olmusunuz. Gənclər teatrında. Və bizim teatrda ümumiyyətlə belə nümunələr çoxdur həyat yoldaşının və hiss edirəm ki, get-gedə davam eləyəcək gələcəkdə də. Necədir aktyorla aktrisa bir evdə? Mənfi, müsbət tərəflər ola bilirsinizmi? Misal üçün, Ədalət müəllim odlananda siz onu söndürürsünüzmü? Yoxsa əksinə o həmişə güzəştə getməli olur? Biraz istəyirəm o tamaşaçılara da yəqin maraqlı olar ki, aktyorlar həyat yoldaşı olanda necə olur onların həyatı? Bir tərəfdən deyim ki, bu çox yaxşıdır. Başqa sənətin sahibi olsaydı əgər həyat yoldaşım, bəlkə də mənə çətinliklər yaranardı, çətin olardı. Amma nə yaxşı ki, Ədalət bu sənətin sahibidir və biz bir-birimizin arxamızdayıq. Həmişə dayaq dururuq bir-birimizə hər bir işdə. Həm teatr, həm evdə, həm həyatda. Belə, həm uşaqların tərbiyəsində. Sözsüz ki, o oğlaqdır, mən balığam. Əgər o torpaq ünsürüdür, mən suyam. Sözsüz ki, söz çəp gələndə sunan söndürürəm, odur. Əksinə də olur. Hə, əlbəttə ki, əlbəttə. Artıq gör neçə il bu yolu gedirik və bir-birimizə gözəl güzəşt eləməyə bacarırıq. Bu vacibdir ailədə. Bu olmasa əlbəttə ki, fəlakət olar. Nə yaxşı ki, bir-birimizə güzəşt getməyə bacarırıq hər ikimiz. Mən tez-tez görürəm, tamaşalar bitəndən sonra o sizi gözləyir. Bəzən görürəm ki, çiçəklərinizə də kömək eləyir. Siz yolu gedirsiniz, söhbət eləyir. Bəzən mən arxadan gəlirəm, görürəm ki, yaxınlaşıb hətta salam vermək də istəmirəm ki, mane olmayım. Görürəm, gedirsiniz, söhbət eləyir, yolu keçirsiniz. Ümumiyyətlə, evdə necə? Bir-birinizlə, bax, siz misal üçün hansısa rolları bölüşürsünüzmü? Bu yaxınlarda Ədalət müəllimin iştirakı ilə Solğun Çiçəklər tamaşası təhvil verildi. Belə fikir mübadilələri olurmu? Siz ona, o sizə? Daha çox kim kimə kömək eləyir bu sahədə?
sahədə? Hər ikimiz bir-birimizə ikimiz. kömək edirik. Çünki ədalət mən fərq etməz. Biz bir adam kimi baxırıq bir-birimizə. Yəni onun uğuruna mən sevinirəm, onun uğursuzluğuna mən kədərlənirəm. Eyni zamanda mənim uğuruma çox sevinir və uğursuzluğuma kədərlənir. Bir şey deyim sizə, musiqili teatrda bu dəqiqə mən dəvət olunmuşam və orada Sabit Rəhmanın Əliqulu bugün evlənir tamaşasını oynayıram. Orada Gövhər xanımı, Əliqulunun həyat yoldaşını. Ədalət hər dəfə o tamaşaya gəlir. Deyirəm, niyə gəlirsən? Deyir, məni ora çəkən bir qəribə bir hiss var. Deyirəm, niyə? Çünki deyirsən orada birinci dəfə Vaqif müəllimlə, Vaqif Abbasovla 3-cü kursda biz musiqili teatrda məşq eləmişik. Musiqili komediya teatrı o vaxt elə idi. Şıxəli Qurbanov adına. Biz ora məşqə gəlmişik. İkinci dəfə mənim taleyim o musiqili komediya teatrına yenə də bağlandı. Yəni Sinan müəllim Vaqif İbrahimoğlu ilə o vaxt Vaqif İbrahimoğlu oranın baş rejissoru idi. Mən Şəkidən gələndən sonra dedi, Zemma xanım istedadlı qızdı, onu götür. O da Sinan müəllimin sözünə qulaq asıb götürdü və peşman olmadı nə o, nə mən. Çünki çox gözəl tamaşalar işlədik. Nəsibə xanımla, Hacı Baba Bağırovla, Siyavuş Aslanla çox gözəl tərəf müqabilliyim oldu. Onlardan çox şey götürdüm. Çox zəhmətkeş idilər, səhnəyə bağlı idilər, çox səhnəni sevirdilər. Məsuliyyətli. Çox məsuliyyətli idilər, çox məsuliyyətli idilər. Və onlardan da çox şeylər götürdüm ki, özüm üçün həm praktik, həm aktyor xüsusiyyətlərini onlardan əxs elədim. Və 3-cü dəfə yenə mən musiqili komediyada elə bir tali alın yazısı məni yenə ora çəkdi. Və ədalət, niyə deyirəm ki, ədalət hər dəfə gəlir? O tamaşa komediyadır və orada bir şənlənmə var, orada bir rahatlıq var, orada bir yüngüllük var, yaxşı mənada. Və o günləri truppa müdürü ilə bərabər düşürük tamaşadan sonra pilləkənlərlə. Deyirəm ki, yeganə teatrdır ki, ədalət mənim arxamca gəlir, məni evə aparır. Yəni bizdə o gəlmək imkanı. Gəlmək bizdə, axı biz bir yerdə işləyirik, o sözü deyə bilmirəm. Amma deyirəm, yeganə teatrdır ki, mən orada işləyirəm və ədalət müəllim məni gəlib oradan evə aparır. Mən də hiss eləyirəm ki, arxamca gələn insan var. Bəli, mən başa düşdüm, siz nə demək istəyirsiniz. Sağ olun. Yəni, çox xoş bir haldır. Bax belə. Deməli, siz Qarabağ mövzusunda bir neçə dəfə mən sizi görmüşəm ana rolunda. İlk dəfə, səhv etmirəmsə, Səidə Haqverdiyevanın Köhnə Çamadanlar filmi oldu ki, siz orada çox gözəl bir ana obrazını yaratdınız. Siz həm də bununla, bu təbii ki, ssenaridən də gəlir, ssenarinin yaxşılığından da gəlir. Bəli. Siz orada bir şəhid anasının qışqıraraq, ağlayaraq, hay-həşir qopararaq, oğul itkisinə yox, o daxili səslə onu ifa etdiniz. Və növbəti, deməli, belə bir rolunuz sanki elə o filmdən gəldi. Belə bir rolunuz, inanıram, Ülviyə Heydərovanın və Elşad Rəhimzadənin quruluşunda Ülviyə Heydərovanın ssenarisi əsasında. Və Zemfira xanım, mən bilirəm ki, çox həssas insansınız. Ümumiyyətlə, vətən təəssübü çəkən bir aktrisasınız, insansınız, sənət adamsınız. Və tamaşa da mono tamaşaydı. Bilirik ki, hamımız mono tamaşa təkdir. Səhnədə tək qalmaq, aktyorlar və mövzu da ağırdı. Ümumiyyətlə, qorxmadınız? Deməli, Köhnə Çamadanları qeyd elədi. Səidə Haqverdiyeva çox cəsarətli insandır. Həddindən artıq cəsarətli qadındır. Və o, insanlarla münasibət qura bilir. O, filmdə elə bir vəziyyət yaratmışdı ki, orada qışqırmaq, orada haykırmaq, orada səssiz susaraq müharibənin acısını göstərmək lazım idi. Onu dedi mənə və mən onu başa düşdüm. Və sonra bu film ərsəyə gələndən sonra Ülviyə Heydərova mənə yaxınlaşdı və
elə əlində həmən gün əsəri verdi mənə, dedi gedin oxuyun, mən sizi orada görmək istəyirəm. Oxudum və o saat cavab verdim. Dedim, hə. Qəribədir, mənə bu cəsarət hardan gəlmişdi, bilmirəm. Bəlkə ona görə ki, o ərəfədə 44 gün biz müharibəni izlədik. Bütün xəbərləri eşitdik, gördük, hiss etdik. Prezidentimizin bütün çağırışlarını gördük və onun emosiyalarını yaşadıq. Televizorun qarşısından çəkilmədik. Sanki o an fikirləşdim ki, həmən o oxuyub bitirəndən sonra əsəri dedim, edim bunu. Bu çox çətindir mənim üçün, ağırdı. Bunun öhdəsindən gələcəyəmmi, gələ bilməyəcəyəmmi? Suallar var idi təbii Çox, ki. çox həddindən artıq. Çünki böyük məsuliyyətdir. Ən azından o qadınların qarşısında, Şəhid analar. bəli, o anaların qarşısında bunu ifa etmək necə olacaqdı, alınacaqdımı, edə biləcəkdimmi? Ona mənim cəsarətim və yaxud həddim varmı ki, mən bunu edim? Və bir uşaq tamaşası var idi, oynayırdıq aktyor evində. Müvəqqəti olaraq. Ələsgər Muradxanlı oturmuşdu. Dedim, belə bir əsər gətiriblər, oxudum, bəyəndim, istəyirəm. Dedi ki, deyirəm, rejissor dedi, İrşad. İrşad özü də orada oturmuşdu. Söhbəti açdıq. Sonra dedi, niyə də olmasın? İrşad uşaq tamaşaları hazırlayan rejissordur, elə deyirlər, elə tanıyırlar, amma çox böyük, geniş ürəyi var. Hiss edən ürəyi var, qəlbi var. Getdik Ülviyə ilə üçümüz oturduq, söhbət elədik. Dedik, başlayaq. Yaya düşdü və bütün yayı işlədik. Məzuniyyət dövründə, ay yarım, bir ay belə, ay yarım. Hələ məzuniyyətə buraxılmamışdıq, bir 15 gün, bir də bir ay. Canlı telefonda söhbət elədik, artıq stol arxası məşqlərə keçdik, telefon qarşısında və sentyabr gəldi, gəldik səhnəyə, elə bax burada, kiçik səhnədə başladıq. Mən özümə məəttəl qalıram ki, həqiqətən nə böyük cəsarət mən tərəfdən. Və mənə elə gəlir ki, az da olsa, az sözümü deyə bildim. Siz özünüz peşəkar aktrisasınız və mənim artıq bunu deməyim artıqdır ki, aktyor texnikasına çox yaxşı bələdsiniz, bilirsiniz, harda daha çox yaşantı vermək lazımdır, harda daha çox oyun vermək lazımdır. Amma mən hər dəfə o tamaşanı izləyəndə bütün zalın ağladığını görürəm. Siz bayaq vurğuladınız, İrşad həqiqətən də o tamaşanı çox gözəl qurmuşdu. Müəllifin tapıntısı da həqiqətən çox gözəl idi, ağac tapıntısı. Hətta İrşadla biz bir dəfə söhbət eləyəndə dedi ki, mən müxtəlif şəhid ailələri ilə görüşmüşdüm, onların yaşantılarını daha dərindən götürmək üçün. Və ən maraqlısı odur ki, siz hər dəfə o tamaşadan yarımcan çıxırdınız, belə deyək də. Hər dəfə elə çıxırsınız. Mən həmişə fikirləşirdim ki, niyə Zemfira xanım texnikadan istifadə eləmir? Məhz bütün canını qoyur. Elə bir sanki sizin özünüz bir vətəndaş kimi o müharibənin ağrılarına, o şəhidləri elə bir məhz o bir saat ərzində ağlayırsınız. Dəfələrlə olub ki, tamaşadan sonra mənə yaxınlaşıblar, deyiblər ki, sizin qohumlardan, hansısa bir ailə üzünüzdən şəhid olan var. Bu sualı mənə veriblər. Dedim, elə şəhidlər bizim balalarımızdır. Yəni,
Elə tamaşalar var ki, siz demişkən texnikadan istifadə etmək lazımdır. Hansısa bir komediyada, uşaq tamaşasında, hansısa bir hərəkətdə, hansısa bir fiziki hərəkətdə, hansısa bir hissdə. Amma bu tamaşada mümkün deyil. Bu tamaşada gərək öləsən, diriləsən, öləsən, diriləsən. Mövzudan da asılı olmayaraq mono tamaşa çox xatalı bir işdir də. Mono tamaşada gərək əlini ala biləsən tamaşaçını, saxlaya biləsən. O bir insandan ustalıq tələb eləyir. Əlbəttə ki, böyük bir masterstvo tələb eləyir aktyordan ki, rejissor işi aydın məsələdir, öz yerində. Aktyor zəif olarsa rejissor işini də batıra bilər. Söhbət ondan ki, mono tamaşada sən tamaşaçının qoymamalısan darıxmağa, qoymamalısan fikrinin yayılmağına, başqa bir səmtə yayılmağına və onu əlində saxlaya biləsən, mövzudan asılı olmayaraq. Bu mövzu olanda artıq başqa bir sözə ehtiyac olmur. Burada artıq ölüb dirilməlisən yenidən. Aydındır. Zəmrə xanım, ümumiyyətlə hansı rejissorlarla, misal üçün, işbirliyi sizin üçün maraqlı olub, sizin yadınızda qalıb və yaxud da arzulamısınız ki, məhz bu rejissorla işləyərdim, amma işləyə bilməmsiniz. Ürəyinizdə o bir, bayaq biz sizin obrazınızdan söz açdıq Mamaşa Kurajda, amma bunu rejissor olaraq bilmək istəyərdim. Mənim özüm üçün də maraqlıdır ki, o tamaşanı hansı rejissorla işləmək istəyərdim? O tamaşanı və yaxud da hansı rejissorla işləmək arzunuz olubdur? Mən sizə deyim ki, biraz özümü xoşbəxt aktrisa hesab eləyirəm ki, yaxşı rejissorlarla işləmişəm. Bax, ən birincisi Vaqif Abbasovla, hansı ki, Moskva məktəbi, teatr məktəbi keçən insan idi. Hansı ki, Şəki teatrının yaradıcılarından biri idi. Sonra Hüseyn Ağatəkişi, sonra Vaqif İbrahimoğlu. Vaqif İbrahimoğlu ilə mən Gözün Aydın tamaşasında Fikrət Əmirovun kiçik bir rol idi. Tip bacısını oynayırdım. Rütbəsi də leytenant idi. Çox maraqlı bir iş idi. O işi də gördüm. Yəni o Vaqif İbrahimoğlu məktəbindən də hansısa bir bəhrələndim, yararlandım. Çox istedadlı. Amma çox üzr istəyirəm. O biz belə deyək, Yux teatrının yaradıcısı idi da. Yux teatrının yaradıcısı idi, amma o estetika sizə məncə yaxın deyildi. Yux teatrına. Yox, o estetika musiqili komediya teatrında keçmirdi. Keçmirdi. Sadəcə biz Vaqif müəllimlə biraz dostlaşmışdıq. O kitablar gətirirdi, mənə oxuyurdum, nədirsə bax belə. Sonra kimlərdir? Cahangir Novruzovla işləmişəm. Çox maraqlı tamaşalar oynamışıq, işləmişik Şəki teatrında. Çox istedadlı insandır, çox rejissor kimi, həm rejissor, həm mütəfəkkir kimi, həm teatr pedaqoq kimi çox istedadlı insandır. Mən onu Qırğızistanda gördüm. Ona olan münasibət, ona olan o jürinin üzvlərindən biri idi. Öz sözünün ağası, öz sözünün arxasında dayanan və o sözü keçən bir insan kimi gördüm mən onu. Çox, yəni ki, bax belə. Sonra kimlərlə işləmişəm? Vaqif müəllimlə, bizim rəhmətlik. Elə o bir tamaşa bəs idi də bizə. Sizi, Zəmrə xanım, bax, daha çox mən indi... Elə Elşadın özü. Elşadın özü, bəli. Daha çox, misal üçün, görmüşük Kod adı Vexa tamaşasında, Tanrıya 14 məktəb tamaşasında. Nicatın özü. Nicat Kazımov, bəli. Yəni, demək istədiyim odur ki, daha çox dramatik rollarda görmüşük. Amma sizin həm də bir komik tərəfiniz var ki, seriallarda falan. Yəni, bu mənada arzunuz var ki, məsəl üçün, hansı komik obraz olsun? Ümumiyyətlə, bizim teatrda komediya azdır. Mən çox istərdim ki, komediyaya müraciət olunsun. Klassik komediyalar var, Axundov var, sonra bizim bir yaxşı Xortdan Cəhənnəm məktubu tragikomediyadır. O tam. Amma siz orada da bir komizm qata bilirsiniz. Ürək getmələriniz falan. Bəli, çox sevdiyim tamaşası. Çox. Rolüm də çox sevirəm, o tamaşanı da çox sevirəm. Yəni Yumancevin digər bir tamaşası vardı, Qohumlar tamaşası. Bayram idi. Mən istərdim ki, o tamaşa yenidən bərpa olunsun. Amma komediyanı mən ilk Siyavuş Hüseynli məndə o çalarları gördü. Çünki mən Gənclər Teatrında komediya oynamışdım.
Çox oynamışdım. Deməli, hətta bir rolumu deyim sizə. Hüseyn Ağa müəllim Gənclər Teatrında mənə dedi ki, bəsdir də qız rolları, balaca qız rolları, cavan qız rolları oynadım. Böyüməlisən artıq. Böyüməlisən, gəl sən Miranixanı verirəm. Miranixada Rasputinin Halallıq əsərində Miranixa obrazı var. Yaşlı qadın idi. Artıq həyatda yaşamış, bezmiş, yorulmuş, yeganə bir inəyi var, o da itib. Yaşamaq istəmir. Deyingən bir qadın. Deyingən. O Kürşad Baxşıyeva ilə bizim bir dialoqumuz var idi. Ancaq onunla dialoqumuz var idi bizim. İki tənha qadın. Təsəvvür eləyin. Onların dialoqu nə ola bilər? Xəstəsən, əşi, bəsdir də xəstəlikdən danışdın. Dur, yeri, biraz özünə bax, neynə, belə. Belə də Günü yola, həyatı yola verirlər. Həyatı yola verirlər, ay sağ olun. Bir yeganə inəyi var, o da itib, dağa gedir. Çünki o inək itsə, o ölər. Ona görə gedir o inəyidir, hara gedir, öləcəksən, yolda qalacaq, qoy ölüm də. Əgər inək olmayandan sonra mənim də həyatımın nə mənası var? Bax, belə xarakter obrazı idi, komik obrazı idi. Hə, Siyavuş Hüseynli mənə Üç bacımda Xədicə obrazını verdi. O vaxtı Soy Production çox maraqlı bir proyekt idi. Hə, nə yaxşı ki, o rolu oynadım. Mən özüm üçün o televiziya məkanında onu şah əsərim sayıram. Həqiqətən. Çünki o tamaşanı oynayandan sonra artıq məni tanıdılar, artıq məni sevdilər. Bu özü də bir tamaşaçı sevgisini qazanmaq insanı ayaqda saxlayan hisslərdən biridir. Və mən çox sevdim o rolu. Ürəklə yanaşdım. Biz bir yerdə onu işlədik Hüseyn Siyavuşla bərabər və o rol alındı. Tamaşaçıya sevdirdi məni. Ondan sonra gəldi bir neçə dramatik rollar və yenə bir neçə komediya rolları olub mənim televiziya məkanında. Teatrda da olub. Amma məni çox məsəl üçün Elşad Rəhimzadənin Qızıl balıq. Bəli, qarı. Qarı. Onun özündə də bir komediya var. Tragik, komediya bir məqamları var ki, bu insan deyir ki, bu əsər nə haqqındadır? Böyük məhəbbət haqqında. Pushkin özü belə yazıb bunu ki, qoca qarını o qədər sevir ki, o bütün kaprizlərinə dözür. Bəli, bütün arzularını yerdə yetirməyə çalışır. Bu özü böyük bir məhəbbət dastanı, böyük bir məhəbbət əsəridir. Bax, buna çalışdıq. İlk birinci məqamda Elşad onu dedi. Dedi, bu qarı nə qədər kaprizli olsa da, nə qədər əziyyət versə də yoldaşına nə, axırda o sevgi o qarını insan eləyir. Yeri gəlmişkən orada siz Ədalət müəllimlə də tərəf müqabili olursunuz. Bizim uşaqlar Ədalət müəllimlə bərabər oynayanda gəlib o tamaşaya baxırlar. Öz uşaqlarınız, doğma uşaqlarınız ki, görək mamanın kaprizlərini nə qədər çəkə bilir topa səhnədə. Zəfər xanım, bir deməli siz məsələni vurğuladınız. Teatr və efir populyarlığı. Elə aktyorlar var ki, onlar ancaq və ancaq bütün güclərini teatra verirlər və hətta o qədər güc verirlər ki, efirlər onlar üçün maraqlı olmur. Amma etiraf edək ki, aktyora indiki dövrdə teatr populyarlıq gətirmir. Hə, teatr məktəbdir, teatr canlı sənət növüdür, teatr aktyoru yaşadır mənən. Amma efirdə axı tamaşaçı da tanınmalıdır səni. Ömür bühudə getməməlidir. Bu mənada, yəni sizi belə deyək ki, bəxti gətirən müəyyən mənada düzdür. Kino, onsuz da kino sahəmizin məlumdur vəziyyəti. Filmlər az çəkilir falan. Amma bu mənada siz o seriallarla falan tanındınız, tamaşaçı sizi sevdi. Və Zəfər xanım, mən bilirəm ki, siz həm də mütaliəli aktrisasınız və mənim sizə belə deyim də, biz illər əvvəldən bir-birimizi tanıyırıq. Mənim sizə hörmətim həm də daha çox ona görədir ki, siz kitab oxuyursunuz və bəzən şeirlər səsləndirirsə, onda da fikir verirəm ki, siz orada diqqətli davranırsınız ən yaxşı şeirləri. Ümumiyyətlə, aktyor kitab oxumalıdır mütləq. Sizə elə gəlmirmi? Bəli, mütləq oxumalıdır. Samirə xanım, mən bir şey deyim sizə. Mən indi bu yaşımda, bu vaxtımda intensiv kitab oxuya bilmirəm. Bilmirəm, bu vaxtdanmı irəli gəlirmi mənim və yaxud gözümün işığının zəifliyindən mi irəli gəlir, bilmirəm nədəndir. Biraz əziyyət çəkirəm. Amma vaxtında çox-çox oxumuşam. Və o biraz zövqdən irəli gəlir, o seçmələr. Mənim ürəyimə toxunmasa, mən ona toxunmaram.
müasir dövrün yazıçıları, şairlərinin əsərlərinə biganə qala bilərəm. Klassik əsərlərə daha çox müraciət eləyə bilərəm. Məsəl üçün Nazim Hikmətə ölüb yoxdur. Əgər bu müasir indiki yazıcı və şairlərin əsəri qoy heç populyar olmasın, qoy heç xalq tərəfindən bəyənilməsin və qəbul olunmasın. Əgər mənə toxunursa, mən onu mütləq götürəcəm. Reklam xatirinə, onu reklam eləmək xatirinə deyil. Sadəcə bu mənə toxunursa, bunu mütləq işləyəcəm. Buna müraciət eləyəcəm. Onu düşünmürəm ki, o artıq yoxdur. Məsəl üçün, mən nəyinsə xətrinə ki, ondan mən nəsə istifadə eləyə bilərəm. Bildiniz nəyə nəzərdə tuturam? Bəli. Onun şöhrətindən, onun şanından, onun həyatda varlığından özümə bir fayda olsun deyə mən mütləq o şeiri götürməliyəm, bu şeiri işləməliyəm, onu eləmirəm. Özümə xoşsa, ürəyimə toxunursa mən onu eləyəcəm. Kimləri oxursunuz Zemfira xanım? Ümumiyyətlə, istər yerli ədəbiyyatdan. Kimlər sizin sevimli yazıcı və şairləriniz? Nazim Hikmətin adını çəkdiniz, ona görə. Vaqif Səmədoğlu'nu çox sevirəm. Qulu Aksesi çox sevirəm. Ramiz Rövşən çox sevirəm. Oxuyuram. Davamlı. Belə. Çox sağ olun Zemfira xanım. Təşəkkür edirik. Bu isti fəsildə gəldiniz, vaxt tapdınız, bizə vaxt ayırdınız. Bilirsiniz ki, bizim layihəmizin adı Etirafdır və verilişin sonunda biz mütləq sizi kamera ilə təkbətək qoymalıyıq. Ürəyinizdə olan bir etiraf edə də bilərsiniz, etməyə də bilərsiniz, amma bizim formatımız bundan ibarətdir ki, mən indi mikrofonu çıxardıb gedəcəm, siz və kamera təkbətək qalacaqsınız. Buyurun, ürəyinizdə olan hansısa etirafı eləyin, biz də bunu yayımlayanda tamaşaçılar eşitsin. Çox sağ olun. Oldu. Siz sağ olun. Əslində, etiraf eləməli şeylər çoxdur. Amma bir şey etiraf eləmək istəyirəm. Mən hər zaman özümə qarşı tələbkar oldum. Bu, bilmirəm, məsuliyyətdən irəli gəlirmi, ya sənətimə, işimə, həyata, sevgidən irəli gəlirmi, bilmirəm. Başqalarına qarşı tələbkar olmadım. Və bu balansı itirmiş oldum. Bunu etiraf edirəm.